Bu videoda mən MyEasyCV platforması və onun necə işləməsi haqqında bəhs edəcəm. Bu platformada siz yeni bir CV yarada, mövcud CV-nizi əlavə məlumatlarla yeniləyə bilərsiniz. Bundan başqa siz öz CV-nizi istədiyiniz dilə tərcümə etməyiniz mümkündür və ən maraqlısı isə hər hansı bir vakansiyanı götürərək öz CV-nizi əlavə edirsiniz və sizin CV-niz 1 dəqiqə ərzində həmin vakansiyaya tam fərdləşdirilir. Beləliklə iş tapmaq şansınız isə daha da artmış olur. Saytımızda ümumi götürsək 25 üzəri dizayn mümkündür. Siz hansısa bir dizayn seçərək həmin dizaynda öz CV-nizi yarada bilərsiniz. Qiymətlər isə 2 paketdə mövcuddur. Bir dəfəlik CV yaratmaq istəyirsinizsə $2.99 bir CV yaradırsınız və bir süni intellekt redaksiyası mümkündür. Və eyni zamanda limitsiz siz müəyyən redaksiyalar eləyə bilərsiniz. İkinci paket isə bu daha çox aktiv olaraq iş axtaranlar üçün daha uyğundur ki, $5.99 ay ərzində 4 CV yarada bilərsiniz və 2 süni intellekt redaksiyası mümkündür. Və bundan başqa burada həmçinin limitsiz ömürlük manual redaksiya daxildir və digər məlumatlar isə burada qeyd edilib. Ümumiyyətlə bu platformada necə ödəniş edə bilərsiniz, ümumiyyətlə necə qeyddən keçməlisiniz, gəlin ona baxaq. Siz tutaq ki, hər hansı bir paketi götürəyin, bu paketi seçirsiniz. Bu paketi seçəndə indi al düyməsinə toxunursunuz və burada Google vasitəsilə qeydiyyatdan keçə bilərsiniz, yaxud da ki, özünüz manual olaraq öz məlumatlarınızı dolduraraq hesab yaradırsınız. Bizim artıq test hesabımız olduğu üçün biz test hesabı ilə daxil olacağıq. Platformaya daxil olduqdan sonra sizi ödəmə sisteminə yönləndirir və burada ödəmə çox sadədir. E-mailinizi burada daxil edirsiniz, bank kartınız daxil edilir və daha sonra billing adresdə Azərbaycan A hərfini yazaraq siz Azərbaycanı tapırsınız və postal kod hissəsində isə 1005 qeyd edilir. Və daha sonra isə əgər sizin kupon kodunuz varsa, kupon kodu əlavə edirsiniz və pay düyməsinə basaraq ödənişi həyata keçirirsiniz. Qeyd edeyim ki, bizim ödəmə sistemi tam təhlükəsiz və beynəlxalq Lemon Squeezy hansı ki Stripe tərəfindən dəstəklənir. Daha sonra isə bizdə artıq aktiv hesab olduğu üçün mən ödəmə etmədim deyə yönləndirmədi. Aktiv hesab olduğu üçün mən oradan yenidən keçid edəcəm. Buradan siz CV hazırla hissəsinə toxunaraq öz CV-nizi 4 formada hazırlaya bilərsiniz. Burada sərbəst yaz hissəsi var ki, şəkil istəyirsinizsə CV-də şəklinizi yükləyirsiniz. Burada qısa məlumatlar qeyd edirsiniz. CV-nizdə karyera tarixçəsini burada qeyd edirsiniz ki, CV-nizdə tam sərgəli formada qeyd olunsun. Bunun alternativ variantı da var ki, forma dolduraraq siz yeni CV yarada bilərsiniz. Qeyd edib ki, bu ikisi yeni CV yaradanlar üçün aiddir. Burada siz detallı olaraq blankları, formu doldurursunuz və hansı yazı şriftində, fontunda olmalıdır, hansı dildə olmalıdır, onu seçirsiniz. Əlavə qeydləriniz varsa onlar seçilir və hansı dizaynda siz CV-nizin formalaşmağını istəyirsinizsə, onu burada seçirsiniz. Daha sonra isə CV-niz hansı rəngdə olsun, o qeyd olunur. CV-ni hazırla düyməsinə toxunandan sonra isə sizin CV-niz 1 dəqiqə ərzində burada yaranır. Və digər tərəfdən bu iki nüansı qeyd eləsək, yenilə və ya tərcümə et hissəsində siz mövcud CV-nizi bura əlavə edirsiniz və şəkliniz burada əlavə edilir. Əgər istəyirsinizsə, bu hissələr yenə eynidir digərlərində olduğu kimi və CV-mi hazırla düyməsinə toxunanda siz əgər tutaq ki, CV-niz ingilis dilindədir, amma burada seçmisiniz fransız dili və yaxud da rus dili, sizin CV-niz həmin dilə çevriləcək, tərcümə olunacaq və əlavə məlumatlarınızı da qeyd etsəz, həmin əlavə məlumatlar da orada qeyd olunacaq. Yəni beləliklə siz burada ya CV-nizi yeniləyə bilərsiniz, ya da tərcümə etməyiniz mümkündür. Vakansiyaya uyğunlaşdır hissəsi isə bu daha maraqlı hissədir. Hansı ki siz hər hansı bir vakansiyanı götürürsünüz, buraya əlavə edirsiniz, kopyalayırsınız və CV-nizi isə sağ tərəfdə əlavə edirsiniz. Daha sonra isə şəkil istəyirsə şəkil əlavə edirsiniz və digər hissələr də digərlərində olduğu kimidir.
və beləliklə 1 dəqiqə ərzində sizin CV-niz həmin vakansiyaya uyğunlaşdırılır, tam fərdiləşdirilir və bu da sizin iş tapmaq şansınızı artırır. Qeyd etdiyim kimi bu daha çox abunəlik modelində daha özünü göstərir. Çünki siz abunə olaraq aktiv iş axtara bilərsiniz və iş tapmaq şansınız, intervyu prosesinə çatmaq ehtimalınız və sürətiniz 5 qat artmış olur. CV-lər yarandıqdan sonra isə idarə panelinə keçirsiniz və burada idarə panelinə keçsək görəcəyik ki, biz artıq bir CV yaratmışıq. Buradan CV-nizə tam belə baxırsınız. Ümumi bu ön izləmədir. PDF kimi buradan yükləyə bilərsiniz. Redaktə üçün burada hər hansı bir hissəni seçirsiniz. Burada həmin hissə gördüyünüz kimi burada qeyd olundu. Hansı dəyişikliyi istəyirsinizsə burada qeyd edə bilərsiniz. Qeyd edeyim ki, bu sizin süni intellekt kreditinizdən çıxacaq. Bir kredit çıxacaq, amma digər tərəfdən burada birbaşa redaktə hissəsində isə limitsiz, ödənişsiz istədiyiniz hissəni silə bilərsiniz. Hər hansı bir sertifikatınız varsa, həmin misal üçün hissəni seçərək götürün, məsələn CRM sistemini seçdiniz, link əlavə et, link əlavə edə bilərsiniz burada. OK düyməsinə basından sonra o save olunacaq, dəyişiklikləri yadda saxlayırsınız. Həmin sözü seçərək linki silməyiniz mümkündür. Hər hansı bir sözü silmək istəyirsinizsə sil düyməsinə basırsınız və onu silir. Mətnin rəngini dəyişə bilərsiniz. Mətni seçərək xətti dəyişə bilərsiniz rəngini. Arxa fonun rəngini dəyişməyiniz mümkündür burada. Naxış əlavə edə bilərsiniz əgər istəyirsinizsə, hansı ki mən burada artıq əlavə etmişəm. Və yaxud da geri qayıt düyməsindən geri qayıda bilərsiniz. Və fontu dəyişə bilərsiniz. Eyni zamanda ölçüsünü dəyişmək mümkündür. CV-nin rəngi burada dəyişilir və siz isə sonra dəyişiklikləri yadda saxlayaraq həmin dəyişiklikləri yadda saxlayırsınız. Və istədiyiniz zamanda hər hansı bir CV-nizdə yeni bir şey dəyişmək lazım olanda idarə panelinizdə daxil olaraq siz həmin dəyişikliyi ödənişsiz formada artıq bir dəfə ödəmisiniz deyə dəyişə bilirsiniz. Yəni sizin bura manual ömürlük redaktə imkanınız olur. Süni intellektlə redaktə isə daha sürətli formadadır. Misal üçün siz bütün CV-ni seçərək burada, mən burada süni intellekt hissəsini keçdim. Bütün məsələn bu hissəsini seçirsiniz, deyirsiniz ki, məsələn buranı daha uzun yaz. Artıq daha uzun yazar və yaxud da ki, daha qısa yaz. Və yaxud da burada hər birini bunların hamısını seçərək deyə bilərsiniz ki, hər biri bir cümlə olsun və ya daha qısa olsun. Və yaxud da bu hissəni seçirsiniz ki, buranı 10 dənə burada element yazsın. Yəni bu təbii ki, sizin verdiyiniz məlumatlar əsasında formalaşdırılır. Yəni yeni bir şey hazırlamır. Məsələn CV uyğunlaşdırılmasında, vakansiyaya uyğunlaşdırılmada da o yeni bir CV yaratmır. Sadəcə sizin CV-nizdə nələri uyğunlaşdırmaq mümkündürsə, onları uyğunlaşdırır. Misal üçün əgər sizin CV-niz mövcud CV-niz marketinqə aiddirsə və vakansiyada satış vakansiyasıdırsa, CV-nizi burada vakansiyaya uyğunlaşdırmaq istəyirsinizsə, həmin satış vakansiyasını burada kopyalayırsınız və marketinqə aid olan CV-nizi də burada əlavə edirsiniz. Orada məsələn qeyd edilibsə satış mütəxəssisi, artıq sizin CV-nizdə əvvəl marketinq mütəxəssisi yazılmışsa, artıq yazılacaq satış mütəxəssisi və sizin CV-nizdə nələr orada uyğunlaşdırıla biləcəksə, onlar uyğunlaşdırılacaq. Yəni burada da qeyd edildiyi kimi mövcud CV-niz vakansiya tələblərinə uyğun olaraq fərdiləşdirilir, yeni CV yaradılmır. Çünki yeni bir CV yaradılması, yəni düzgün olmaz, məntiqli olmaz. O baxımdan nələr mümkündürsə, onlar uyğunlaşdırılır. Diqqətiniz üçün təşəkkürlər.